gördük. Kursumuzda keçirilən buraxılış sınaq imtahanı 2-nin suallarının izahına baxaq. Deməli, bir nömrəli sualda deyir ki, hansı cümlədə işlənmiş feil məlum növdədir? Birincidə baxsaq, ürəyim sıxılır. Ürəyim sıxılır, qayıdış növdə olmaz. İkincidə, yazılan nəğmə oxunan nəğmədən fərqli idi. Yazılan məhsul, oxunan məhsul, bu da olmaz. Oyun nəticəsi ədalətli olmuşdur, məlum növdədir. Heç bir qrammatik mənada şəkilçisi yoxdur. Cavabımız C bəndi olacaq. İkinci suala baxaq. Deyir, Allahın ən gözəl əsəri könüldür. Qalan hər şey əsərin əsərlərdir cümləsi haqqında doğru fikirləri seçin. Mənsubiyyət şəkilçisi qəbul etmiş ilk söz homonimdir. Birdə deyir. Baxaq, mənsubiyyət şəkilçisi qəbul etmiş ilk sözümüz əsəri sözüdür. Allahın əsəri. Burada əsəri sözündəki i şəkilçisi, bir qədər yaxınlaşdırım. Əsəri sözündəki i şəkilçisi mənsubiyyətdir. Əsər sözü də homonimdir. Bir əsər əlamət mənasında, bir də hekayə əsər mənasında burada olduğu kimi. Deməli, bir doğru fikirdir. Biri götürəcəyik. Bir olmayan bəndləri bax, silsək. Getdi bunlar ikisi. Biri götürdük. Sonra, üç sözün tələffüsü yazışından fərqlənir. Allahın ən gözəl əsəri könüldür. Bir, r düşür. Könüldür. Qalan hər şey ancaq q yox. Q olur. Ancaq q. Bu iki. Əsərin əsərləridir. Bəli, bu üç dənə sözün dəyişik yazısı fərqlidir, doğrudur. 1, 2, bu da getdi. İndi 3 yoxsa 4 götürmək lazımdır. Bağlayıcı və ədat işlənmişdir. Ən gözəl, ən ədatdır. Bağlayıcı isə işlənməmişdir. Ona görə 3 də olmaz. Cavabımız A variantı qalır. 4-ə baxaq. Qeyri-müəyyən əvəzlik quruluşca mürəkkəbdir. Hər şey qeyri-müəyyəndir və mürəkkəbdir. Götürülə bilərik. Sifət adi dərəcədədir, səhvdir. Ən gözəl, adi yox, çoxaltma dərəcəsində olan sifətdir. İkinci sözə baxaq, suala baxaq. Yazı sözünün quruluşca düzəltmə olduğunu nəzərə alsaq. Deməli, yazmaqdan yazı. Bir kök, bir leksik. Hansı fikri, sözün morfoloji təhlili haqqında hansı fikrin doğru olduğunu deyə bilərik. Deməli, sözün tərkibində sözdə təsirli kal və ya üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi olduğunu düşünə bilərik. Xeyr. O zaman qrammatik olar. A bəndi getdi. Sözün kökü və başlanğıc forması eynidir. Xeyr. Kök yazdı, amma başlanğıc forması yox. Sonra, konkret isimdir, bəli. Yazı konkret isimdir. Yazını görürük, konkret isimdir. Cavabımız C bəndidir. Xüsusi isimdir, xeyr, olmaz. Qrammatik mənasına görə hərəkətin adını bildirir. Hərəkətin yox, qrammatik mənasına görə əşyanın adını bildirir. Hərəkətin adını bildirmir. Cavabımız C variantı olacaq. 4. Hansı cümlədə zərfin iki məna növü işlənib? Uşaq içəri girəndə. Burada bir dənə içəri sözüdür. A bəndi olmaz. Sonra, içəri girəndə feili bağlamadır. Ona görə götürmürük A bəndi. Həyat hər zaman ədalətli olmur. Burada hər zaman bir dənədir, zaman zərfidir, getdi. Kənddə yerlik halda olan isimdir. Buna zərf deyə bilmərik. Ona görə C-ni götürə bilməyəcəyik. Çünki bir dənədir. Burada tez-tez sözüdür. Şəhərə də həmçinin yönlük halda olan bu isimdir. Yenə də götürə bilmərik. Yenə tez-tez var. Aşağıya yer zərfidir. Hiləgərcəsinə tərz hərəkət zərfidir. Birdən enəndəni də zərf düşünüb bundan silərsiniz. Enəndə feili bağlamadır da, anda, əndə. Onun zərfə oxşarlığı var, amma aidiyyatı yoxdur. Cavabımız D variantı. İdi sözü hansı cümlədə işlənmişdir? Cümlələrin birində feil idi köməkçi sözü ilə işlənmişdir. İdi hissəciyindən söhbət gedir.
Bax, burada feil deyirsə, lazım ididəki lazım sözü feil deyil. Ona görə A bəndini götürə bilmərik. Sonra B variantına baxsaq, və onu çox zaman belə görməyə adət etməmişdi. Burada D-dan əvvəl mış zaman şəkilçisi var. Bir feilin tərkibində ancaq bir zaman ola bilər. Ona görə doğru cavabımız elə B variantı olacaq. Sonra 6 nömrəli tapşırığa baxaq. 6-da deyir ki, yaxınlaşdıra bilsək baxarıq. Yaxınlaşdırdıq deyəsən. Eyler-Venn diaqramının tələbini nəzərə alaraq cümlələrlə bağlı doğru fikirləri. Pəncəli Teymurov artıq Azərbaycanın milli qəhrəmanıdır. Allah rəhmət eləsin. Ədalət topaldır. Gec olsa da öz yerinə çatır. Bir isim yiyəlik haldadır. Bax, Azərbaycanın sözü yiyəlik haldadır. Bir isim yiyəlik haldadır. Bir doğru fikirdir. Ədalət adlıqdır. Əssalam. Başqa isimlərlə işimiz yoxdur. Deməli, biri götürəcəyik. Bir olmayan bəndləri sildim. 2. Əsas nitq hissəsinə aid sözlərin hamısı isimdir. Deməli, burada qəhrəman sözü var. Bu sifətdir. Ona görə bu fikir yanlışdır. İkiləri silərəm. Onsuz da silmişəm. 2 ehtiyacımız qalmadı. Leksik mənası olmayan bir söz işlənmişdir. Hər ikisində deyir. Burada artıq var. Burada da var, ədatı var. Deməli, işlənmişdir fikri doğrudur. 1, 3. 1-3'ü götürəndə bu da getdi. Düzəltmə sözün tərkibində qrammatik şəkilçi var. Düzəltmə sözün tərkibində qrammatik şəkilçi. Birinciyə baxıram, orada düzəltmə sözümüz yoxdur. Ona görə 4-ə ehtiyacımız da yox imiş əslində. 5-6-ya baxaq. Feillərin şəkili fərqlidir. Gec olsa da şərt şəklində çatır, öz yerinə çatır. Bu da xəbər şəklində. Bəli, fərqlidir. Doğru fikirdir. Cavabımız C variantı olar. Homonimli olan əvəzliyi seçin. Biz əvəzliyindən söhbət gedir. Hansı sözə xəbərli şəkilçisi artırmaq olmaz? Burada könüllü sözüdür. Könül sözü yalnız mənsubiyyətdə üsünü itirir. Burada isə gördüyümüz kimi ünü itirməyib. Ünü itirməyibsə, deməli onun qəbul etdiyi şəkilçi hal şəkilçisidir. Ü isə təsirlik hal şəkilçisidir. Təsirlik hal şəkilçili söz isə xəbərli şəkilçisi qəbul etmir. Cavabımız A bəndi olur. 9. Verilən cümlə haqqında doğrudan doğrunu, yanlışdan yanlışlara seçəcəyik. Məhəbbət qadının həyatında bir tarix, kişinin həyatında isə bir epizoddur. İlk söz adlıq haldadır. Doğrunun altından doğru fikirləri seçmək lazımdır. Deməli, ilk sözümüz məhəbbətdir. İlk söz adlıq haldadır. Doğrudur. Doğrunu götürəcəyik. Biri 1. Qarşılaşdırma bağlayıcısı işlənmişdir. Deməli, bir tarix kişinin həyatında isə var. Bax, burada isə var, bəli. Qarşılaşdırma bağlayıcısı işlənmişdir. 1, 2. 1, 2-ni götürəndə artıq cavabımız bəllidir. Altından xətt çəkilmiş söz 1. Həm leksik, həm də qrammatik mənası var. Xeyr, orada bir ədat kimi işlənib. Onun leksik mənası yoxdur. Ona görə 3 yanlışdır, götürmərik. Yanlışın altından isə yanlışı götürmək lazımdır. Bir-biri ilə antonim olan sifətlər işlənmişdir. Bunlar sifət deyil. Ümumiyyətlə, bu cümlənin tərkibində sifət yoxdur. Ona görə yanlışdır. Cavabımız A variantı olacaq. 10 nömrəli suala baxaq. Hansı sözün tərkibində daha çox qrammatik şəkilçi işlənmişdir, deyir. Baxaq bunların hər birinin tərkibinə. Yazmadı. Yazmadı sözündə 2 dənədir qrammatik şəkilçimizin sayı. Biri madır, biri də d. 2 dənə burada var. Sındırılmaz 2 dənə inkar və zaman. Başladılmadan 1 dənədir feili bağlama. Bucaqlaşmazdı 3 dənədir. Gözləmirdik m inkar. İr zaman. D hissədir. Q da şəxs sonluğu. Cavabımız D variantı 4 dənə. Bir şəklin tarixi mətninə baxaq.
Mətnin strukturu ilə bağlı yanlış fikirləri müəyyənləşdirmək lazımdır. Deməli, əsas hissəyə ikinci abzasdan başlayır fikri doğru fikirdir. Yanlışları istəyir bizdən. Ona görə bir ilə işimiz yoxdur. A getdi. 4 və 5-ci abzasların yerində isə hadisələrin uyğunluğu bərpa olunar. Bu yanlış fikirdir ümumiyyətlə. Cavabımız B variantıdır. Hadisələrin ardıcılığı onsuz da yerindədir. Hadisə ardıcılığı ilə bağlı heç bir problem yoxdur. Cavab B variantıdır. Müharibədən təkcə böyüklər əziyyət çəkmir müddəasını mətnində təsdiq edən fakt var. Bəli, uşaq elə. Bir dəstə uşağın yaşadığı məbədə düşmüşdü. Var o elə bir faktımız. Sonra nəticə isə yalnız bir abzasdan ibarətdir. Doğru fikirdir. Sonuncu abzas, 6-cı abzas nəticədir. Mətnin üslubuna uyğun olmayan məcazi mənalı, üslubuna uyğun olaraq məcazi mənalı sözlər işlənmişdir. Bəli, işlənmişdir. Bədi üslubun xüsusiyyətləri özünü göstərir. Baxaq, 12 nömrəli tapşırığa baxaq. Deyir ki, mətndə bu haqda məlumat var. Uyğunluq istəyir. İllər keçsə belə müharibələr xatırlanır. Bəli, müharibənin şərəfinə orada tədbir keçirilirdi. Deməli, xatırlanır fikri doğrudur. 2-ni götürəcəyik. Daha doğrusu 1 götürəcəyik. 1. 1 olmayan bəndləri silək getsin. Aha. Kağıza sözləri yazan adamla kağızı Fuka verən adam fərqli idi. Bəli, fərqli idi. 2-lər də getdi. Fuk çıxışını öncədən hazırlanmışdı. Bu haqda belə bir məlumat yoxdur mətndə. 1-2-ni götürür. Buradan 4-5-ə baxaq. Deməli, deyir ki, Vaşinqtonda keçirilən tədbirdən çıxış edənlərdən biri də Fuk idi. Bu haqda mətndə məlumat var da, Fuk həqiqətən çıxış edir orada. Cavabımız qaldı C variantı. Plommer başlanan keçirilən tədbirdə Fukun gələcəyini öncədən bilirdi. Bu haqda belə bir məlumat öz əksini tapmamışdır. 13 nömrəli tapşırığa baxağın. Mətnə əsasən uyğunsuzluğu, yəni fikir vermək lazımdır ki, səhvi istəyir ha bizdən. Uyğunsuzluğu istəyir. Səhvləri. Deməli, burada bir ildən artıq xəstəxanada yatmışdır Fuk. Həqiqətən də bir ildən artıq xəstəxanada yatmışdı. Deməli, yatmışdı o, 15 ay yatmışdı da səhv eləmirəmsə. Ona görə bir yanlışdır. Mətndə 14 ay, burada var. Baxın, 14 ay xəstəxanada yatmışdır. Deməli, bir doğru fikir olduğu üçün birləri silirəm, getdim. Qaldım 2 bənd arasında. 2, 3 bizimdir. 4 ilə 6-ya baxaram. John Plummer haqqında görək doğru fikirdir, yoxsa yanlış fikir. Vyetnam üzərində hücumda iştirak eləmişdi. Təyyarənin pilotu idi. Deməli, bu həqiqətən də həmin müharibədə iştirak etmişdi. Ona görə 4 də doğru fikir olduğu üçün silirik. Uyğunsuzluq dediyi üçün cavabımız 2, 3, 6 qalır. Cavab C variantı, E variantı olacaq. 14. Amma burada bu uyğunsuzluğu oxumayan yoldaşlara buradan bir salam göndərirəm. 14. Hansı cümlədə mətndə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun söz işlənməmişdir. Bax, burada A variantında deyir ki, ibadətgaha yıxılan insanları dualarına davam edirlər. Məbəd sözünün qarşılığı işlənib orada, düzdür? Sonra bədənin müxtəlif nahiyələrində ağrılar var idi. Bu 2-yə aiddir, sancılara. Sancılar sözünü burada gördüm, sancılara aiddir. Sonra 3 nömrəli sözü gözlərim gəzir. 4-ü görürəm, pilot var. Pilot, səmalarda evindən çox vaxt keçirən təyyarəçi, pilot ola bilər. Bu da getdi. Deməli, ağrı da getdi, C də getdi, məbəd də getdi. Sonra, deməli, 3-ü görə bilmirəm hələ ki. 3 nömrəli söz hansıdır? Sağalmamış, hələ də bədəndə keçirmə, Vyetnam, çıxış sözü var. Çıxış danışıq, E variantıdır. Cavabımız E variantı. Onun bədəndə qəsdən xəsarət
yetirmişdi. İstər-istəməz sözü ilə qəsdən eyni mənaya gəlmir. Ona görə 5 nömrəli sözün, yəni bunun qarşılığı olan söz işlənməyib. Cavabımız E bəndi olacaq 14-də. 15 nömrəli tapşırığa baxaq. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Yəni hamısının səbəbi var, amma birinin səbəbi yoxdur. Hansının səbəbi? Kim Fukun Kanada ailəsi ilə birgə köçməsinin səbəbi yoxdur, bilinmir. Kim Fukun bombalar atan pilotla üz-üzə gəlmək istəməsinin səbəbi nə idi? Mətndə öz əksini tapıb. Sonra həkimlərin Fukundan əlinin üzməsinin səbəbi orada çox ağır xəstə idi. Uşaqların alovlar içində qışqırmasının səbəbi nə idi? Ora bombanın atılması idi. Var ona səbəb. Plomerin qızın şəklini cibində gəzdirməsinin səbəbi nə idi? Onu qarşılaşmaq istəyirdi də. Ona görə cavabımız A variantı qalacaq. 16 nömrəli tapşırığa baxaq. Əvvəlinə işarə qoymuş ifadələrin mənasını müəyyənləşdirib yazmaq lazımdır. Deməli, əvvəlinə işarə nişan verdi sözü birinci sözümüzdür. Nişan verdi cümlədə baxaq, göstərdi. Yazsaz doğru fikirdir. Mənası göstərdi. Deməli, olar ən uyğun elə göstərdidir. Digər söz, bir anlıq gözlərini zilləmişdi. Pilota gözlərini zilləmişdi. Yəni ona baxırdı mənasında. Gözlərini zillədi, baxırdı. Baxdı, diqqətlə baxdı mənasında işlədilə bilər. Fotomüxbir 17-yə baxaq. Fotomüxbir qaçan qızın acı dolu fotosunu çəkdi. Nəticədə nə baş verdi? Nəticədə deməli, fotomüxbir şəklini çəkdi. Nəticədə Vyetnam müharibəsinin simvollarından birinə çevrildi. Həmin o şəkil və Amerikanı dünya ictimaiyyəti qarşısında mühakimə elədi. Yaza bilərsiniz. Həkimlər yaralı qızdan ümidlərini üzmüşdülər. Bunun səbəbi nə idi? Bunun səbəbi, bu dəqiqə mən mətndə burada baxıram. Deməli, qızdan əllərini üzmüşdülər. Onun xəsarəti çox idi. Bədənində yanğınlar çox idi. Hətta ağrılardan huşunu itirirdi. Sümüyünə qədər yanmışdı. Yəni ağrıları, əzabları, əziyyətləri, bədəndə yanğıları çox olduğu üçün həkimlər ondan əlini üzmüşdülər. Vəssalam. Bədənində yanğınlar çox idi, bədənində fəlakətlər çox idi. Ona görə həkimlər əlini üzmüşdülər. 18. Mətnə əsasən xəstəliklər insanın ailəsinin olmasına mane olmur. Hansı abzasla əlaqələndirmək mümkündür? Deməli, burada ikinci abzasdır. Üçüncü abzas daha doğrusu. İllər sonra Kim Fung Kanadaya köçdü. Onda 14 yaş var idi. Üstəlik Kanadaya tək yox, həyat yoldaşı və oğlu ilə də köçmüşdü. Bax, üçüncü abzasla əlaqələndirəcəyik. Deməli, bura bir də 3 yazaq. Üçüncü abzasla əlaqələndirmək olar. Fikrinizi əsaslandırın. Fikrimizi də belə əsaslandırıram ki, 3-cü abzasda deyir ki, xəstəliklərdən sonra 34 yaşında Kanadaya köçərkən ailəsi vardı. Deməli, həqiqətən də xəstəliklər insanın ailə qurmasına mane olmaya bilər. 19. Altından xətt çəkilmiş cümləni mətnin üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirib yenidən yazmağımızı istəyir. Altından xətt çəkilən cümləmiz Kim Fung istər-istəməz kağızı göndərən adama baxdıdır. Cümlənin daxilinə bir dənə məcazi mənalı söz artırsaq, təşbih, epitet və yaxud da frazem artırsaq, cümlənin üslubuna uyğun zənginləşdirmiş olaraq. Bax, məsələn, Kim Fung istər-istəməz kağızı göndərən adama qartal kimi baxdı. Nə bilim, yazıq, məzlum, kədər axan gözləri ilə baxdı kimi ifadələr yaza bilərsiniz. Mətnin ikinci abzasında bir cümlə yanlış işlənmişdir. Həmin cümləni müəyyənləşdirib doğru formada yazmaq lazımdır. Baxaq ikinci abzasa. Deməli, ikinci abzasda deyir ki, jurnalist qızın axtarmağa qərar gəldi. Uzun axtarışdan sonra o qızı tapdı. Bu qız Kim Fuk idi. O bütün bədəni yandığı üçün 14 ay xəstəxanada yatmış. Yanan yerlərin yarısından çoxunda 3-cü dərəcə yanıq olduğu üçün həkimlər ondan ümidini üzmüşdülər. Kim Fung dözülməz ağrılar çəkir. Hətta bəzən bu ağrılardan huşunu itirirdi. Ən gözəl hal isə
çənə ilə sinənin bir-birinə ən gözəl hal yox, ən pis hal olacaq burada. Ən pis hal isə bax burada cümləyə baxaq. Burada ən gözəl hal deyir, ən gözəl yox. Ən pis hal isə çənəsi ilə sinəsi bir-birinə yapışmış. Sol əli sümüyünə kimi yanmışdı. Bu yaxşı hal ola bilməz ki. Ən gözəl hal yox, ən pis hal bu götürülə bilər. Bu mətn belə. Keçək digər mətnimizə. İkinci mətnimiz. Maraqlı mətn idi bu. Kibritin kəşfi mətnidir. Suallara həm də kompüterdə baxıram. Ona görə bəzən sualları mətnə buradan baxmadan cavablandıra bilirəm. Deməli, kibritin kəşfi. Baxaq 21 nömrəli suala. 21. Hansı fikir mətnin ən azı 2 abzasını genişləndirə bilər? Yəni, hansı fikir mətnin ən azı 2 abzasına əlavə edilə bilər demək istəyir bizə. Burada məhsulun populyarlığı olan tələbatı artırdı. Bəli, məhsul həqiqətən məşhur idi və tələbatı artırmışdı. Hansı 22-də fikirlər mətnə aid edilə bilməz? Hansı fikirlər mətnə aid edilə bilməz? Ağ fosforun insan səhhətinə pis təsir eləyir. Bəli, var. Getdi. Johan Lundströmin əməyi qiymətləndirilir. Düzdür. Ona səhv eləmirəmsə mükafat da təqdim olunur. Lundströmə mükafat təqdim olunur. Bəli. Getdi. Johan Lundström ağ fosforu qırmızı fosforla əvəz eləmişdir. Ağ fosforu qırmızı fosforla Johan burada medalla təltif olunmağına, amma o səhv etmirəmsə o təklif o dəyişməmişdir. Deməli, ağ fosfor qırmızı fosforundan əvəz eləyəni kim idi? Erik Paş. Kibrit üzvlarından çəkilən və burada var. Erik Paş kibrit üzvlarından çəkilən zəhərli ağ fosforu qırmızı ilə əvəz eləmişdir. Deməli, bu sualda baxaq. Burada C variantı olacaq cavabımız. Lundström ağ fosforu qırmızı ilə əvəz eləmişdir fikri C variantı. Yanlışdır. Mətnə aid edilə bilməz. 23 nömrəli sual var. Doğrudan doğrunu, yanlışdan yanlışı, ehtimaldansa ehtimalı seçməliyik. Rusiyada kibrit istehsal edən fabrikin yarananda bugün istifadə etdiyimiz kibritlər mövcud idi. Bəli, çünki 50 il sonra deyir, Rusiyada 70-ci ildə yaranıb. İlk işə salınan fabrik 70-ci il idi. 50 il müddətinə təkmilləşmə yolu keçib. 50 il. 150 il öncə yaranıb, 50 ildə təkmilləşmə yolu keçib. Deməli, 1855-ci ildə artıq bugün istifadə etdiyimiz kibritlər mövcud idi. Deməli, biri doğru fikir kimi götürmək olar. Biri bir olanda qaçır sual bizdə. Biri birdir. Sonra kibrit sonra alışqan yaranmışdı. Yox, bu yanlış fikirdir. Etiraz da qalmır onsuz. Yanlışdan isə yanlışı götürək. Kibrit sözünün mənası taxta mismarlar deməkdir. Kibrit sözünün mənası taxta mismarlar deməkdir, deyir. Burada taxta mismarlar mənasını ifadə edirmi kibrit? Xırda əşyalar olur. İlk məlumat zəhərli taxta mismarlar mənasını verir kibrit. Kibrit mövzusuna 50 yol keçmişdir. Toxuduğu qəribə görünsə də alışqan da. Deməli, kibrit özü ağ fosfor zəhərli. Yox. Müəllifi yox. O mənanı ifadə etmir. Taxta mismarlar bir dəqiqə nə deyirdi? Kibrit sözünün mənası taxta mismarlar deməkdir. Kibrit sözünün mənası. Bu yanlış fikirdir. Taxta belə bir fikir rast gəlmədi qarşıma. Burada çıxmadı. Taxta mismarlar deməkdir. Olmadı. Ona görə 3-ü götürək də onda elə. 1, 3. Sonra baxaq. Deməli,
İlk kibrit çöpü Amerikada kəşf olunmayıb. Həqiqətən də bu Amerikada kəşf olunmamışdır. Avropada kəşf olunub. Avropanın bir çox ölkələrində 50 il təkmilləşmə yolu keçibsə, deməli bu artıq Avropada kəşf olunduğunu qənaətinə gəlmək olar. Deməli, 4 doğru fikir, hər halda yəni 4-ü yanlış fikir götürə bilmərik. Ən azından ehtimala götürə bilərik. Birdən deyirsiniz, müəllim, axı deyir, harda kəşf olunması məlum deyil. Olmasa belə, yəni sən onu yanlış fikir kimi hesab eləyə bilməzsən. Ehtimal hesab eləsən eləyərsən. Ona görə 1-3-ü buradan götürəcəyik. 4-ləri də artıq silə bilərik. 4-ləri də silək. 5 ilə 6-ya baxaq. 5-də deyir ki, kükürdün kükürt turşusu təhlükəli maddə hesab olunur. Kükürt turşusu həqiqətən də təhlükəli maddə idi. Lavşin bir müddət İsveçrə Lundström fabrikində işləmişdir. Bu ehtimaldır. Ehtimaldan da ehtimalı götürəndə cavabımız elə D variantı olacaq. Sonra 24-ə baxaq. 4-cü abzasda nöqtələrin yerinə yazıla bilər. 3, 4-cü abzasda. Ağ fosfor çox tez alışma qabiliyyətinə malik olduğu üçün çox vaxt elə qutucular bir-birinə sürtünməklə alışırdı və yaxud da yanırdı. C variantı olacaq 1, 3. Bizim doğru cavabımız. Sonra neçənci abzas üçün qərarla verilmiş cümlə mətnin məzmununa uyğun, mətnin üslubuna uyğun deyil. Mətnimiz publisistik üslubdadır. Verilən cümlələrin ikinci cümlədir. Bax, ikinci abzasdakı cümlədə kibrit icad edilən vaxt paraxod da mövcud idi, toxuculuq dəzgahları da və qəribə görünsə də alışqan da bu ellipsisdir, mövcud idi. Yəni, ellipsis isə ixtisar deməkdir. Ellipsis hansı üsluba xasdır? Bədi üsluba. Deməli, bu bədi üslubun xüsusiyyətlərini özünü göstərir həmin abzasda. Sonra 26. Üzərinə rəqəm yazılmış sözlər əsasında tamamlamaq lazımdır. Üzərinə rəqəm yazılan sözlərimizə baxaq, görək hansıdır? 1 zəhərli idi, 2 zəhərli idi. Biri tapmağa çalışaq, görməyə çalışaq. 1 təkmilləşmə yolu, bu poetik götürəcəyik, təkmilləşmə yolun. Onu yol sözün həqiqi mənada işlətməliyik, informativ funksiyada. Məsələn, yazaram ki, kəndimizin yolu düzəldilir, olar. İkinci sözümüz zəhərli sözü idi. Deməli, necə işlənmişdi cümlədə? Onlar zəhərli olması göstərilir də, informativ funksiyada daşıyır. Onun zəhərli sözləri hər kəsin qəlbinə dəyirdi. Yaza bilərsiniz, poetik funksiyada işlədilər. 27. Mətnin ikinci abzasında birinci abzasdakı fikri inkar edən cümləni müəyyənləşdirmək lazımdır. Deyir, burada ikinci abzasda deyir ki, ilk kibriti Fransalı icad eləmişdi. Fransalı Jean-Louis Chancel icad eləmişdir, deyir. Amma birinci abzasda deyir ki, nə yeri, nə ki, müəllifi məlum deyil. Yəni, bu ikinci abzasın ilk cümləsi orada birinci cümlədə inkar olunur. Götürə bilərik onu. Məhsul özünün ən çox istehsalını kəşf olunduğu ölkədə əldə eləyir fikri mətndə təkzib olunur, yəni inkar olunur. Səbəb, çünki məhsul İsveçrədə istehsalı kəşfi olunsa da, özünün ən çox satışını Rusiyada görür. Rusiyaya görə nə vaxtdan gəlir? 37-ci, deməli, 70-ci illərdə ilk fabrik ora gəlir çıxır və ən geniş satışı da orada əldə eləyir. Ona görə də biz onu götürə bilərik ki, təkzib olunur. 29. Çöpün üzərində bertolet duzu, şəkər duzunun qarışığı çəkilərək kükürt turşusuna batırırlar. Nəticədə nə yaranır? Deməli, bertolet baxaq buradan, bertoletlə onun qarşılığına, deməli, bertoletlə onun qarşılığına reaksiya gedir və nəticədə yanmaq əmələ gəlir də. Yanmaq
gücünə malik olan bir kibrit çöpü yanması əmələ gəlir. İstifadə etdiyimiz kibritlər İsveç kibriti adlanır. Səbəbi nə idi İsveç kibriti adlandırılmasının? Çünki ilk dəfə onlar həmin o təhlükəsiz kibrit məhz onların məişətində istifadə olunduğuna görə ona biz İsveç kibriti deyə bilirik. 30. Müdir Sadiqi tanımaq üçün sabah işə gələrkən ondan tərcümə hal gətirməsini istəyir. Onun yazacağı tərcümə hal isə əsas mətn üslubu cəhətdən müqayisə edin. Tərcümə hal deyirsə bu rəsmi işgüzar üslubdur, düzdür? Rəsmi işgüzar. Bu da publisiti üslubda olan bir mətindir. Deməli, Sadiqin yazdığı tərcümə hal rəsmi işgüzar üslubdur. Rəsmi işgüzar üslubda yazaram. Konkret yazış forması var. Normallığı möhkəmdir. Publisiti üsluba yazaram. Kütləvi anlaşıllıq əsasdır. Dili aydındır. Orta cəhətə yazaram. Ədəbi dil təşkil edir. Funksional üslublar sisteminə daxildir. Bu qədər. Çox sağ olun. Təşəkkür edirəm.